Salam əziz abituriyentlər, Kodera informatika abituriyentlər üçün test toplusundan dəst 3-ə baxacağıq. Dəst 3-də dəst 3-də nə deyir? Birdən 100-ə kimi 100 parçasında tək ədədlərin cəmini, cüt ədədləri isə hasilini çap edən bir alqoritm quracağıq. Yəni, biz bilirik ki, ədədlərin tək və cüt olmağından ötəri həmin ədədləri biz 2-yə böləndə qalıqda 0 alınırsa, bu cütlük əlamətidir. 1 qalarsa, bu nədir? Təklik əlamətidir. Demək 1, 2, 3 hər biri bir-bir yoxlayacaq və tək olanların, tək ədədlərin cəmini çap edəcək, cüt ədədləri isə hasilini çap edən bir proqram yazmış olacaq. Gəlin indi alqoritmimizi quraq. Demək, cəmləmək üçün ilk olaraq S bərabərdir 0, hasil üçün P bərabərdir 1-dən istifadə edirik. Sonra gəlirik, bizə deyilir ki, 1-dən 100-ə kimi dövr etsin. I bərabərdir 1-100 aralığında dövr etsin və hər dəfə həmin bu i-ni götürürük. I faiz 2 bərabərdirsə 0-a, bu nədir? Cütdür. Birdirsə, bu nədir? Təkdir. Cüt olanların bizə deyir, cüt olanların hasilini P bərabərdir. P vurma I. Tək olanları isə nə? Hasilini çap edən proqram yazılır. Bu da hər dəfə gedir dövrümüzə qoşulur və dövr bitəndən sonra nəyi çap edir? S-lə P-ni çap etmiş olur. Keçirik növbəti sualımıza. Növbəti sualımızda daxil edən natural ədədin rəqəmləri cəmi özünə bölünüb bölünmədiyi yoxlayan bir proqram yazın. Tutalım ki, belə bir bizə ədəd verilib. Tam 23. Ədədin rəqəmləri cəmi deyəndə 2 ilə 3-ün cəmi eləyir neçə? 5. Ədədimiz də 23-dür. 25-ə bölünüb bölünmədiyi yoxlamalıyıq. Demək, biz bu hər bir ədədin rəqəmlərini etməliyik, cəmləməliyik. Ya biz bu həmin ədədi 23-ü böləcək 3-ə, alınan qalığı tapacaq, ona böləcək, alınan qalığı tapacaq, 23-ü tam böləcək ona ki, sonra bu ədədləri biz nə edəcək? Cəmləyib hər hansı bir dəyişənə mənimsədəcək, ya da sətir tipinə çevirib bunları bir-bir baxacaq. Ancaq cəmləyəndə isə int tipinə nə edəcəm? Cəmləmiş olacaq. Tutalım ki, n bərabərdir int, input, ədədimi daxil etdim. Mənim daxil edəcəyim ədəd tam tipdədir. Daxil edəndən sonra cəmləmək üçün S bərabərdir 0 ilkin olaraq. Sonra for I in setir nə eləyəcəm? N eləyəcəm ki, ədədimə bir-bir baxsın. Sonra S bərabərdir S plus in cəmləyəndə isə onu nə tipində etsin? Tam ədəd tipində etsin. Ondan sonra gəlir deyirəm ki, əgərləri verilən bu ədədin cəmə tam bölünürsə, onda çap etkinə nəyi? Print etkinə bölünür. Else yoxsa onda çap etsin nəyi? Print etsin
bölünmür, bölünmür. Gəlin çalışdıraq. Misal üçün, yenə də 23-dən daxil edirəm, yazır bölünmür. Yenidən çalışdırıram, yazıram 24, bölünür, yazılmış oldu. Proqramımız demək doğru işləyir. Keçirik yeni sualımıza. Daxil edilən natural ədədlər içərisində 3 rəqəmli ədədlərdən yenə də düzəlir. 3 rəqəmli ədədlər biz bilirik ki, 100-dən başlayır, 1000-də bitir. Demək, bu aralıqda olan bütün ədədlərə baxacaq. Bu ədədlərin içərisində ilk və ikinci ilə üçüncü ədədləri cəmləyəcək. Sonra onların azalma sırası ilə nə edəcək? Düzəcək. Düzəndən sonra isə onları sətr tipində yanaşı yazacaq. Yanaşı yazandan sonra isə tam tipə çevirəcək. Gəl bunu proqramda daha yaxşı yazaq. For in range ədədimiz 100-dən 1000-ə qədər dövr eləyəcək. Tutalım ki, A bərabərdir nədir? Tam bölmə 100. Yəni, bu nə deməkdir? İlk rəqəmi tapacaq. Sonra B bərabərdir tam bölmə 10% 10. İkinci rəqəmi tapacaq, orta. C də bərabərdir faiz 10. O da nəyi tapacaq? Son rəqəmini tapacaq. Son rəqəmini tapdı. Sonra gəlirik cəmləmə işini gör. Deyir ki, birinci ədəd son 1 bərabərdir. Birinci ədədim neçədir? A. İlk və ikinci A-nın üzərinə gəlginən B-ni cəmlə. Sonra sum 2 yazıram. Deyir ki, ikinci və üçüncü rəqəmlərimə. B-nin də üzərinə gəl C-ni. Burada bərabər. B-nin də üzərinə gəl C-ni. Ondan sonra gəldi ki, əgərləri tam tipə çevirsin. Sətr tipində olsun, yanaşı yazsın. Minimum nə? Minimum son 1 virgül son 2. Bunların minimum tapsın, üzərinə gəlsin. Max son 1 virgül son 2. Minimum tapsın, bərabərləsin deyir deyə 12, 17. 17. Sonra da çap etsin nəyi? Print iynə. Çalışarak göre programda səhvimiz yoxdur. Bir deyim. Aha. Int setir minimum sum 1 sum 2 üzerine geldik. Burada setir max ve de çalıştıralım. Metal sensör. Demek bu bunun.
Minimum tapsın, mötərizə bağlasın. Bu da option. Bakalım. Yeniden çalıştırıp 398 489 bəli. Gəlin də baxaq. 398 908 gələm 12 908 gələm 17 408 gələm 12 809 gələm 17 809 gələm 17 9'un üstüne 3 gələm 12. Yəni biz bunları ardıcılığından düşsək 12 17 nədir? Bərabər olmuş olur. Aha. Demək nə etdik? Dərs 3'ümüzü də bitirdik. Gələn dərs 4'də görüşmək ümidi ilə.